Salam olsun Misirin qüdrətli hökümdarı Cənab Amunhotepə. Nə əcəb Alixmahu? Bizi yada salıb. Əgər məni məcbur eləməsəydilər, sizin dəyərli və qiymətli vaxtınızı almazdım. Eşidirəm. Sizi kim buna məcbur eləyib? Mən şikayətə gəlmişəm. Cənab Yuzarsifdən gileyliyəm. Məyər onun buğda müqabilində Amun məbədinin kahinlərindən pul almağa haqqı var? Niyə yoxdur ki? Buğda bu cəmaatın neçə illər çəkdiyi zəhmətin sərmayəsidir. Onu nə üçün Amunun məbədinə pulsuz verməlidirlər? Buğdanın cəmaatın olduğuna etirazım yoxdur. Amma Amun da cəmaata məxsusdur. Kahinlər isə cəmaatın imanının mühafizləridir. Əgər Amun məbədinin və kahinlərinin xeyir duası olmasaydı, siz bu qədər buğda saxlamağa müvəffəq ola bilərdiniz? Amma mənim bildiyimə görə siz bütün bu ötən illərdə cəmaatın Cənab Yuzarsifə kömək eləməməyi və buğdanı ambarlara verməməyi üçün əlinizdən gələn eləmisiniz. Bunlar həqiqət deyil. Sizə düz məlumat verməyiblər. Vaxtı çatanda sizə sübut eləyəcəyik. Mənim bir sualım var. İndiki cəmaatın xidmətində olan kahinlərə hamıya olduğu kimi buğda satmaq istəyirsinizsə, bəs niyə 3000 dibnə? Çünki varınızdır. Var dövlət sahibisiz. Amunun sandıqçalarında yığılmış ləlcəvahiratı biraz xərcləmək yaxşı olmazdı? Tanrıların əzəmətli xəzinəsi bir gün işə yaramamalıdır? Cəsarətimə görə bağışlayın, amma zənnimcə Amun məbədinin xəzinəsi üçün plan qurulub. Məyər kimsə sizi buğda almağa məcbur eləyir? Yox, cənab Yuzarsif. Elə buna görə də həddindən baha qiymətə buğda almağa məcbur deyilik. Bir halda ki, başqalarından istədiyimiz qədər yarı qiymətə buğda ala bilərik. Mən sizdən həmfikirəm, cənab Alixmahu. Siz ürəyiniz hardan istəyirsə, oradan buğda ala bilərsiniz. Hətta istəsəz digər həmsərhəd ölkələrdən də buğda ala bilərsiniz. Ümid eləyirəm ki, bizim istəyimiz hökumətin işlərində ixtişaş yaratmaq kimi hesab olunmayacaq. Cənab, bu bizim işlərin zərəri nə olacaq? Onlar ölkəyə buğda gətirməklə sizin Amuna qalib gəlməyinizə mane olacaqlar. Narahat olmayın. Uca Allahım kahinlərin bilmədikləri bəzi məsələlərdən məni xəbərdar eləyib. Onlar tezliklə bizdən buğda almağa məcbur olacaqlar. Mən cənab Yuzarsifin sözlərinə etimad bəslədiyim üçün məbədin bu işi görməsinə etiraz eləmirəm. Mən cənab Yuzarsifin söylədiklərinin baş tutacağına ümid eləyirəm. Sizin inamınızın artması üçün təəssüflə qeyd eləməliyəm ki, bizim bütün qonşu ölkələr də qıtlığa mübtəla olublar. Ona görə də Alixmahu və kahinlər heç bir ölkədən buğda ala bilməyəcəklər. Siz buna əminsiniz? Bu çox yaxşıdır. Mən bunu bilmirdim. Kahinlərin məğlubiyyəti üçün yaxşıdır. Amma həmin ölkələrin xalqları üçün qətiyyən yaxşı deyil. Biz qıtlığa qabaqcadan hazırlaşmışdıq. Amma onlar bunu eləmədikləri üçün indi əziyyət çəkəcəklər. Kənan cəmaatı qıtlığa necə dözəcək? Allah onlara rəhm eləsin. Yahuda, bax.
Bu buğda sümbülündə cəmi 10 dənə var. Bu buğda yığılası halda deyil. Benyamin, atamıza de ki, buğdaların hamısı belədir. Soruş gör biçə, yoxsa qoyaq qalsın. Yaxşı, gözləyin. Biz İbrahim Hənifin dininin ardıcılarıyıq. Bizim kitabımız Sühufdur. Baba, Həzrət İbrahim kim olub? Mənim babam olub. O Allahın peyğəmbərlərindən biri idi. O bizlərdən Kənana gələn ilk şəxsidir. Baba, bizdən əvvəl də Kənanda kimsə yaşayıb? Yoxsa elə Kənanda birinci adamlar biz olmuşuq? Yox oğlum, bizdən əvvəl də Kənan və Kənanlılar olub. Burada başqaları yaşayıblar. Baba, bəs nə üçün bizə Bəni İsrail deyirlər? Əsil Kənanlılar əvvəldən mənim nəslimi Bəni İsrail deyə çağırıblar. Çünki sizlər mənim nəvələrim və evladlarımsınız. Axı mənim adlarımdan biri İsraildir. Deməli sizin hamınız atalarınızla birgə İsrail evladlarısınız. Salam olsun Allahın nəbisinə. Nə olub Binyamin? Ata, bu ilki buğda bu cürdür. Onu biçək, yoxsa qalsın? Düzdür, məhsul keyfiyyətsiz olsa da, çox zəhmət tələb eləsə də, neynəmək olar? Bizi qarşıdan neçə çətin illər gözləyir. Buğdanı biçin, ehtiyat tədariki görün. Onun istifadəsində də qənaət eləyin. Yoxsa bu qıtlıq bizdən çox qurbanlar alacaq. Əlimizdən gələn eləyəcəyik. Döyülmüş sümbüllərin başaqlarını belə atmayacağıq. Buğdamız olmasa da heç olmasa, heyvanlarımız üçün yemimiz olsun. Biçin, biçin. Elə bu da qənimətdir. Lap yaxşı ata. Bilmirəm bu nə işdir. 30 ildir ki, evlatlarımın yaşayışından xeyir bərəkət gedib. Qardaşları itən gündən nə qədər çalışsalar da, yenə də gecə bir parça çörəyə həsrət qalıblar. Qardaşınıza nə etdiniz ki, bu qədər əzab çəkirsiniz? Yaxşı, balalarım, harda qaldıq? Nə danışırsan, nə buğda? Misirdə Yuzarsifdən başqa heç kimdə buğda yoxdur. O Misirin bütün buğdasını sümbülü ilə ambarlarda saxlayıb. Bunu bilirik. Biz Misirdən xarici nəzərdə tuturuq. Qonşu məmləkətləri. Mən Kert və Hitaniyadan da xəbərdaram. Onlar da qıtlığa düçar olublar. Qoy başqa məmləkətlərlə maraqlansınlar. Bəlkə oradan buğda gətirmək mümkün oldu. Dayanın! Şəhərə gəlməyinizin məqsədi nədir? Biz öz ölkəmizdə qıtlığa düçar olmuşuq. Dedilər ki, təkcə Misirdə taxıl var. Gəlmişik ki, mümkündürsə bizə kömək eləyəsiz. Siz deyəsən Misirlə müttəfiq ölkədənsiz. Bəli, elədir. Burada gözləyin, məsələni aydınlaşdırım. Mən gələnə qədər sən burada qal.
İndiyədək tipsdə öz qullarının qıtlıqda xərclərini ödəyə bilmədikləri üçün 400 qulun sahibi onları köləlikdən azad eləyiblər. Bu keçmiş qullar artıq yoxsullardan hesab edilir. Onlara buğda pulsuz verilməlidir. Nə üçün havayı buğda verirsiniz? Niyə o qulları işə götürmürsünüz? Məncə sizin buğdanı bölmək, ambarları idarə edib qorumaq üçün çoxlu işçilərə ehtiyacınız var. Onlara işlərinin müqabilində buğda verin. Afərin Əsnad. Çox əlverişli təklif söylədin. Mən cənab Axnatun və Nefertiti xanıma minnətdar olmalıyam ki, mənim üçün sənin kimi ağıllı bir həyat yoldaşı seçiblər. Əgər belə olsa, biz işçi qüvvəsi azlığının ziyanını bu qulların köməyi ilə aradan qaldırarıq. Salam olsun hikmət sahibi cənab Yüzarsifə. Allahın salamı olsun sənə. Cənab, mən şəhərin şərq darvazasından gəlmişəm. Müttəfiq qonşu ölkələrdən birinin vətəndaşları bizim ölkədən buğda almaq üçün gəliblər. Onlarla nə edək? Onların qıtlığa düçar olub olmadıqlarına diqqət eləyin. Qeyri ölkələrin əhalisinə buğda verməyə borclu deyilik. Biz qıtlığa düçar olmuş bütün ölkələrin adlarını elan eləyəcəyik. Suyu istifadənin qarşısını almaq üçün hər kəsə bir ayın buğdasından, yəni 12-dən artıq verməyin. Qiymətini də bolluq zamanında olduğu kimi hesablayın. Ölkələrinin adını, nişanələrini qeyd eləyin ki, hər kəs bir dəfədən artıq buğda almasın. Eyni zamanda yüklərini yoxlayın ki, özləri ilə silah və döyüş sursatı gətirib aparmasınlar. Bu sizin eləməli olduğunuz işlərin və qıtlığa mübtəla olmuş ölkələrin siyasıdır. Siz bir söz deyin, xanım. Onlar məbədi sarsıtmaq istəyirlər. Hətta bizdən buğdanı belə sirgiyirlər. Mənim əlimdən nə gələ bilər? Onlar saray müşavirələrindəki iştirakıma da mane olurlar. Mənim hüzurumda söhbət eləmirlər. Məni məbədin əsir alınmış cəsuslarından hesab eləyirlər. Əgər məbəd heç olmasa bir neçə aylığa buğda ilə təmin olunsaydı, biz gələn ilin məhsulu ilə məbədi ehtiyacdan qutarardıq. Arxayın olun, 5 ilə kimi yağış yağmayacaq. Buğdadan da heç bir xəbər olmayacaq. Bilmirəm nə üçün Yüzarsifin bütün dedikləri həyata keçir. Bizim ümidimiz həmişə sizə olub, xanım. Axnatunun sarayında təkcə... Amunhotep, eşidirsən? Amunhotep mənim övladımdır. Həmişə də onun adını belə çağıracam. Heç vaxtda həmin gülün cadı dilimə gətirməyəcəm. Çox gözəl, çox gözəl. Amunhotep. Amunhotepin sarayında siz həmişə bizim himayəçimiz olmuşsunuz, xanım. Siz Amunun xadimlərini unutmamalısınız. Mümkünsə bir dəfə də cənab Axnatı bağışlayın, xahiş edirəm, cənab Amunhotepin yanına gedin. Bəlkə məbədi lazım olan buğda ilə təmin elədi. Yaxşı, gedin. Əlimdən gələni eləyəcəm. Tanrıların qəzəbindən qorx. Amunun qəzəbindən qorx. Amunhotep, əgər Amun qarğış etsə, sən də ambarların da yerlə yeksan olarsınız. Yüzarsif səni aldadır. O bizim hamımızı aldadır. Buraxın məni. Görün bu saray viran olsun. Sən də Yüzarsif də məhv olasınız. Buraxın məni. Buraxın məni. Amunu bundan artıq qəzəbləndirmə. Tiya xanım çox qəzəblidir. Yəqin ki, məbəddən qəfil xəbər eşidib. Tamamilə doğrudur. Bu xəbərlər kahinlərin nakamlığındandır. Demişdim axı, onlar buğda yığmağa müvəffəq olmayacaqlar. Nə vaxt ki imanımda sizə qarşı azacıq şübhə yaranır, sizin və tək olan Allahın nişanələrini görməklə şübhələrimin yerini möhkəm bir yəqinlik doldurur.
Sizin tək olan Allahla əlaqənizin olduğuna qətiyyən şübhəm yoxdur. Bu vaxta qədər biz dəfələrlə Amunun vahid Allahın qarşısında məğlub olduğunun şahidi olmuşuq. Şübhəsiz ki, Əlih Mahunun buğda almağa müvəffəq ola bilməməsi onun məğlubiyyətinin başlanğıcıdır. Arzum budur ki, təkallahlıq dinini Misirin rəsmi inancı elan eləyəm. Bütpərəstlik büsatını isə kökündən pozam. Sizi inandırıram ki, həmin gün çox da uzaqda deyil. Bircə məbədin qızıl sikkələri azalana qədər, bir də xalqın onlara inamsızlığı çoxalana kimi gözləmək lazımdır. Yəni həqiqətən elə bir gün gələcək ki, yalançı və saxta tanrı Amunun hökmranlığı sona yetəcək? Allahın istəyi budur ki, tək Allahlılıq bütpərəstliyə və şirkə qalib gəlsin. Allahın bu vədəsi tezliklə həyata keçəcək. Mənim nigarançılığım təkcə Tiya xanımdandır. Çünki o kahinləri sizin hökumətinizin məqsədlərinə qarşı təhrik eləyə bilər. Əgər anam Tiya xanım bu qədər təhlükəlidirsə, biz onu həbs eləyə bilərik. Yox, cənab hökümdar. Onun evdə nəzarət altına alınmağı bizim düşmənlərimizlə təmas qurmaması üçün kifayətdir. Çox yaxşı. Horemhopa deyin gəlsin. Anam Tiya xanım bugündən nəzarət altındadır. Kahinlərlə də görüşünə icazə yoxdur. Nə vaxt istəsə, onu mənim yanıma gətirin. Amma heç kimin onun qəsrinə girib çıxmağına icazə vermirəm. Biz başqa məmləkətlərin tacirlərindən soruşmuşuq. Buğda gətirməyə imkan yoxdur. Onlar deyirlər ki, hətta qonşu ölkələrdə də qıtlıqdır. Elə bizim özümüzdə də buğda yoxdur. Hər kim saxlayıbsa, bu 2 ildə istifadə eləyib qutarıb. Çarəmiz yoxdur. Amun məbədinin minlərlə xadim və kahinini acından qıra bilmərik. Gərək buğdanın dəyərini ödəyək. Amma cənab, məbədin bütün qüdrəti bu xəzinələrdədir. Məbədin bütün qüdrəti onun hamiləri və xadimləridir. Biz onları heç bir halda ac saxlaya bilmərik. İndi buğdanın dəyəri məbədin qızıllarından çox-çox qiymətlidir. Əvvəl-axır xəzinənin bir hissəsindən əlimizi üzməliyik. Gedin xəzinədən qızılla dolu bir qutu gətirin. Məbədin bir neçə keşikçisi ilə buğda almaq üçün Tips ambarlarına yollanın. Buğda almamış qayıtmayın. Görürsünüz ki, biz Yuzarsifin qarşısında məğlubiyyətimizi qəbul eləmək məcburiyyətindəyik. Amma mən vaxtı çatanda Axnatunla Yuzarsifin işini bitirəcəyəm. Tanrılar Yuzarsif'i məhv etsin. Onu görüm Amunun lənətinə düçar olsun. Bu xəzinə Amunun əzəmətinin və məbəd iqtidarının əsasıdır. Görüm Yuzarsif və ağası Axnatun tanrıların qəzəbinə düçar olub məhv olsunlar. 1-2. Bu 2-2. 3-2. 4-2. Rayvanizə 15-2. Azadlıq kağızıdır.
Gedə bilərsiniz. 12 növbəti. Görün bu sikkələr od tutub sizi və ambarınızı bir dəfəyə yandırsın. Görürəm ki, bu sikkələr bizi və ambarı yandırmamışdan əvvəl sizə əməlli başlı od qoyub. Bu sikkələr 3000 dibindi. Hə, Belə, məbəd üçün 1002 gedə bilərsiniz. Başqaları üçün hər ki bir dibin, bizim üçünsə 3 Bir ora baxın. Onlar bizim məbədə verdiyimiz nəzirlərdir. Haqlısan. Biz tanrılara bəxşiş eləyirdik. Bunlar da öz qarınlarına. Cəmaatın acından qarnı belinə yapışıb. Bunlarsa o qədər şişiblər ki, gözləri ayaqlarının altını da görmür. yeyin və bəslənin qarın qulu kahinlər. Bunların şərindən nə vaxt xilas olacağıq? Yavaş, yavaş, yerə tökməyin, ehtiyatlı olun. Ehtiyatlı olun. Heç nəyi heyf eləməyin. Yavaş yavaş. Bunları aparıb, qayıdıb yenidən alacağıq. Yazıq qoca. Gedin, çıxın gedin buradan. Gedin başqa yerdə oynayın. Tez olun. Gedin buradan. Züleyxa xanım, bu sizsiz? Sən kimsən? Məni nəcib tanımadınız? Mən sarayın xidmətçilərindən olmuşam. Siz məni azad eləyəndən sonra ailə qurub yeni həyatıma başlamışam. Amma hələ də özümü sizin xidmətçiniz bilirəm. Özünə gün ağladığına görə şadam. Gəlin xanım, gedək mənim evimə. O buradadır. Yox, yox, getməliyəm. Hara? Axı saray bu tərəfdə deyil. Bir nəfər dedi ki, Yuzarsif Memfisə getmək istəyir. Mən də Suriya darvazasına tərəf gedirəm. Nilin suyu azaldığından Yuzarsif şəhərin həmin qapılarından keçəcək. Mən də ora gedirəm. Bunu kimdən eşitdiniz? Tanış adam dedi? Yəqin ki, fırıldaqçılar sizi incitmək üçün belə deyiblər. Bazardakı cavanlardan biri dedi. Yəqin ki, siz də ona yaxşı muştuluq vermişsiniz, hə? Yuzarsif barədə xəbər gətirənə məyər muştuluq vermək olmaz? Hətta əgər bu xəbər yalan olsa da belə? Əgər onu deyilən yerdə görsəm, onda necə? Xanım, axı sizin gözləriniz yaxşı görmür. Bəs onda Yuzarsifi necə görəcəksiniz? Hələ gözlərimin nuru qalıb. Mənim Yuzarsifi görmək üçün bu gözlərə ehtiyacım yoxdur. Onun qoxusunu hiss eləsəm kifayətdir. O həmişə mənim qəlbimdədir. Həmişə bağlı gözlərimin önündə də yanır. Mən Yuzarsifsiz bir an belə yaşamamışam. Əgər belə olmasaydı, indiyə çoxdan ölmüşdüm. Yazıq Züleyxa. Bir vaxtlar onun eşqi sadəcə həvəs idi. İndi isə həqiqətən eşqdən dəli divanədir. Yuzarsif! Yusif! Yusif!
Hoş gelmişsiniz. Hoş gelmişsiniz. Eşq olsun sizə. Eşq olsun sizə. Nə olub axı cənab? Elə bil kimisə axtarırsınız. Kiminsə məni Yusif deyə çağırdığını eşitdim. Axı hamı məni Misirin əzizi ya da Yuzarsif adı ilə tanıyır. Kimisə axtarırsınız? Bir qadın səsi yalvararaq bütün vücudu ilə məni Yusif deyə çağırırdı. Sanki səsi də tanış gəlirdi. Həmin səsin sahibini tapa bilərsiniz. Bu axtarış faydasızdır. Bu qədər gözü sizə dikilən cəmaatın içindən bir nəfəri səsindən tanıyıb tapmaq qeyri-mümkündür. Getdik. Tamam, Fatimanın qızıyam. Deməli siz azad olunmusunuz, hə? Siz hər ay bir aylıq pulsuz buğda ala bilərsiniz. 12. Növbə kimindir? Tiaminiya, Benginin qızı. Deməli siz də azad olunmusunuz. Həla. Siz də bir aylıq pulsuz buğda ala bilərsiniz. 12. Bu da 22. Gedə bilərsən. Başa düşmürəm, onu niyə yadımdan çıxara bilmirəm? Çünki onu çox istəyirsən. Züleyxanı, əvvəllər onun həvəsbazlığı məni əsəbləşdirirdi. Amma indi mən də onu çox istəyirəm. Son vaxtlar yaman məzlum olub. Qulaq as, biz burada nə edirik? Özüm də bilmirəm. Düzü bizim axı bura heç qayıtmaq fikrimiz yox idi. Başımız söz-söhbətə elə qarışıb ki, heç xəbərimiz də olmayıb. Əgər indi Züleyxa xanım bizi görsə, deyəcək, bunlar yenə gəldilər ki. Deyirəm, bəlkə xanıma biraz buğda verək. Razısan? Bəli, əlbəttə razıyam. Çünki xanımın heç vaxt buğda almağa getməyəcəyini bilirəm. Belə getsə, qorxuram axırda acından ölə. Gəl gedək.
Görəsən Züleyxa xanım hara gedib? Nə bilmək olar? Bəlkə sarayın içindədir. Xanım? Züleyxa xanım? Züleyxa xanım? Xanım? Züleyxa xanım? Züleyxa xanım? 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 Züleyxa xanım? Xanım? Xanım, siz hardasınız? Xanım? Züleyxa xanım? Xanım? Yadıma düşdü. Tamam. Təxmin eləyirəm hardadır. Həmişə harda tək qalır. İndilərdə qayıtmalıdır. Deyirəm bəlkə biraz buğda üdüb xəmir yoğuraq. Təzə çörək ətri gəlir. Burada kimsə var? Cavab verin, kim var burada? Salam xanım, evinizə xoş gəlmisiniz. Bütün sarayı axtardıq, sizi tapa bilmədik. Buyurun təzə çörəkdən dadın. Bilirdik ki, indilərdə qayıtmalısınız. Yəqin ki, açsınız. Təzə çörək bişirmişik. Əcəb bülbül kimi ötürsüz. Sizə kim dedi ki, yenidən bura qaydasınız? Gəlin xanım. Gəlin keçin, bax burada əyləşin. Bişirdiyimiz təzə çörəkdən yeyərsiz. Fikirləşdik ki, bəlkə xanım acdı. Ona görə də biraz un üyüdüb çörək bişirdik. Birazca da bura buğda unu qoymuşuq. Gözlədik ki, xanımı görək. Sonra buradan çıxıb gedək. Getməyə ehtiyac yoxdur. Öz evinizi qoyub hara gedirsiniz? Bizim getməyə yerimiz yoxdur, xanım. Biz axı uşaqlıqdan bu sarayda böyümüşük. Hara gedə bilərik? Digər tərəfdən də həm bura öyrəşmişik, həm də xanımı çox istəyirik. Getməyə qərar verdik. Amma hara gedəcəyimizi bilmirdik. Elə bir də gördük ki, sarayın yanındayıq. Mənim də sizə ehtiyacım var. Əgər istəyirsinizsə, qalın. Sizdən başqa heç kimim yoxdur. Xanım, bəs bizə demədiniz axı bugün hara getmişdiniz? Yusifin görüşünə. Yusifin? Bəli, Yusifin. Yaxşı. Bəs onu gördünüz? Bəli, gördüm. Özü də yaxşı gördüm. Onu nə qədər Yuzarsif deyə çağırdımsa, eşitmədi. Elə ki, Yusif adı ilə onu çağırdım.
eşitdi və məni axtarmağa başladı. Bəs o sizi gördü? Yox, üzümü şalla örtmüşdüm. Məni bu cür görməsini istəmədim. Amma onu yaxşı görə bildiyim üçün ürəkdən sevinirəm. Belə zəif gözlərlə? Bəli. Həm də ona görə sevinirəm ki, gözüm tamamilə kör olmamış. Yusifi görə bildim. Necə də gözəl, yaraşıqlı, cazibədar olub. Bütün Misir xalqı onu gördüyü üçün sevinç içində idi. Bəzən cəmaata paxıllığım tuturdu ki, nə üçün məndən başqaları da onu bu qədər çox sevirlər. Bəzən də cəmaata əhsən deyirdim ki, mənim Həbibimi, mənim kimi əzəmətli bilib, əziz tuturlar. Ambarlara tərəf. Allah müdri Yuzarsif'i qorusun. Bu sizin fərasətinizdir. Əgər buğdanı sümbülü üzərində saxlamasaydınız, indi heyvanlarımız da tələf olmuşdular. Bütün bunlar uca Allahın inayətindəndir. Əlbəttə, buğdanı sümbüllə saxlamağın başqa faydaları da var ki, bunları sonradan biləcəksən. Altmış ki, növbəti. Nəvamun Qutigenin övladı. 7 baş ailə, 15 baş qoyun və 2 inək. 7 nəfər üçün 72, 7 dibin. Heyvanlar üçün 2 taya ot, 20 dibin. Cəmi 90 dibin. Dibin yoxumdur. Zeynət əşyası, qızıl, gümüş necə? Təəssüf ki, o da yoxdur. Amma inəyim, qoyunum var, qəbul eləyərsiniz? Eybi yoxdur. Qoyun və inək də ala bilərsiniz. Amma sənət tərtib eləyin ki, mal-qaranın Misir hökumətinə məxsus olduğu məlum olsun. Sonra heyvanın sahibinə qaytarın ki, onu öz yanında saxlasın. Yəni mən buğda əvəzinə verdiyim qoyunumu yenə də özüm saxlaya bilərəm, hə? Bəli. Amma bir şeyi unutmamalısınız ki, saxladığınız sərvət Misir hökumətinə məxsusdur. Hökumət nə vaxt istəsə, onu sizdən ala bilər. Minnətdaram ey Allahın elçisi, minnətdaram. Bundan yaxşı təklif ola da bilməz. Mənə yaxşılıq eləyib heyvanların əvəzinə buğda verirsiniz. Hansı sənədləri imzalayım, hə? Hansı? Minnətdaram. Allah özü sizi qorusun. Əgər dibin olmasa qızıl, gümüş, ləl-cəvahirat götürün. Əgər bunlar da olmasa, mal-qara alın ki, bunlar da onların öz sərəncamında qalsın. Əgər bu da olmasa, ev və mülk qəbul eləyin. Evi hökumətin hesabına keçirin, amma qoy özləri orada yaşasınlar. Mülklərini də hökumətin hesabına yazın. Əkin sahələrinin istifadəsini özlərinə tapşırın. Mən heç başa düşə bilmirəm. Bu necə olan işdir? Növbəti kimdir? Məqsədin ədaləti bərpa eləməkdir. Sonra bilərsən. Yola düşürük. Ey Allahın Peyğəmbəri, bu müamilə daha çox zarafata bənzəyir. Siz sərvət, əmlak, heyvanların əvəzində cəmaata buğda verirsiniz. Amma aldıqlarınızdan heç nəyə sahib çıxmırsınız. Səbirli ol. Zamanında bu zarafat elə bir həqiqətə çevriləcək ki, heç təsəvvür eləyə bilməzsiniz. Bunu bilin ki, Misirin altını üstünə çevirmək lazımdır. Hökmranlıq edənlər köləliyin əziyyətini hiss etməli, kölələrsə rahatlığa çıxmalıdırlar. Yəni bu mümkündür? Allahın bu vədəsi tezliklə həyata keçəcək.
Sənsən Amun. Bir vaxtlar qürurla od çubuqlarının tüstüsü ilə ətirlənərək otağın küncündəki gözəl məbəddə durarkən günahıma şahid olmaq istəyirdin. Mən utandığımdan sənin üzünü örtmüşdüm. Nə oldu? Niyə ayaqlar altına düşmüsən? Bilirəm. Neçə vaxtdır ki, səni yaddan çıxarmışdım. Görürsən ki, əlil və zəifəm. Özümü idarə eləməkdə belə acizəm. Mən təkcə səni yox, özümü də yaddan çıxarmışam. Nə qədər ki, cahu cəlal sahibi idim, sən də izzətli idin. Özümü ki unutdum, sən də unutuldun. Nə gizlədim Amun? Səndən uzaqlaşmağım bəlkə də qəsdəndir. Bilirsən, ömrüm boyu səni müqəddəs bilmişəm. Amma təəssüflər olsun ki, sən öz bəndənə rəhm eləmədin. Həmişə mənə, Amun məbədinin ilahəsinə diqqətsiz oldum. Mən sənin qarşında günah eləməkdən utandım. Sənsə cəmaatın içində utandığımı görüb heç vecinə də almadım. Hər halda sən Amunsan. Amun, Misir tanrılarının böyüyü. Amma yox, bu yaxınlarda Misirin baş tanrısını dəyişmək istəyirlər. Yəni Yusif dəyişmək istəyir. O istəyir ki, öz Allahını, tək olan Allahı sənin yerində bərqərar eləsin. Düz eləyir. Məyər belə deyil? Amun, gördün? Yusif adi bir qul idi. Allahı onu Misirin əzizi elədi. Təbii ki, Yusif belə bir Allahı mütləq əziz tutmalıdır. Bəndəsini ucaldan Tanrı ucaldılmağa layiq deyilmi? Sənin əvəzinə ona sitayiş eləmək düzgün deyilmi? Sən mənim üçün nə eləmisən? Heç olmasa öz bəndəni sevməyi Yusifin Allahından öyrən.
Budur. Yusifin qul olması barədə sənəd. Hələ də mənim yanımdadır. Görürsən, Yusifin Allahı öz bəndəsini zillətin son mərtəbəsindən izzətin zirvəsinə ucaltdı. Sənsə Misirin böyük zadəgan xanımını şan-şöhrət zirvəsindən zillətə sürüklədin. Məni bu səfalətə salan, sənin kimi gücsüz Allaha Yusifin Allahının lənəti olsun. Bütün tanrıların lənəti olsun. Amma yox, sən o qədər zəif və acizsən ki, Züleyxanı zəlil etməyi də bacarmazsan. Məncə, mənim zillətə düşməyim də Yusifin Allahının iradəsi ilədir. Bu zillət mənim haqqımdır. Mən Yusifə və onun Allahına pislik elədim. Xoş Yuzarsifin halına, onun necə də yaxşı Allahı var. Kimdir? Məndən nə istəyirsiniz? Heç nə xanım. Yeməyinizi gətirmişik. Siz amına nə etdiyimi gördünüz? Gərək elə. Əvvəldən belə eləyəydiz, o buna layiqdir. Bəs Yusifin Allahının haqqını necə ödəyir? Mən onu necə razı salım? Necə razı salım? Neyniyim? Neyniyim?